Alo. Alo, salam. Arifə xanımdır danışan. Bəli. Arifə Əliyevadır. Arifə xanım Rüfət Əhmədzadə narahat edir sizi Legion informasiya agentliyindən. Bir şey soruşum, siz dünən təhdid olunmuşsunuz? Qüdrət Qurbanovun hüquqşünas tərəfindən. Qüdrət Qurbanovun özünü vəkili kimi təqdim edən şəxslərə zəng vurmuşdu. İlqar Abbasov zəng eləmişdi sizə. İnanırsız adını mən olmuşdum. Nə dedi sizə ki, təhdid elədi? Necə təhdid elədi sizə? Yazını tez qısa müddət ərzində silməyi. Yoxsa sizi başqa bir gətirərəm bura. Mən dedim ki, silməni başqa bir gətirməyizə ehtiyac yoxdur. Siz desiniz, mən gələrəm hara. Telefon təşkilatı var? Bəli, 10 dəqiqə ərzində vaxt verin. Mən də dedim ki, mən silmirəm də. Mən məhkəməyə müraciət edim. Dedim, buyurun, elə. Alo, üzr istəyirəm. Siz, çox üzr istəyirəm. Siz baş redaktorsınuz saytda. Saytın rəhbərisiniz. Siz kimsiniz? Mən bilmədim. Yox, sadəcə, mən dedim, axı Rüfət Əhmədzadə, Legion informasiya agentliyi. Bildim. O, sizdən, ümumiyyətlə, o, sizdən də sadəcə elə belə də silməyə tələb edir. Məhkəmə zat heç nə şey eləməyib, bildirməyib. Hazırlaşır verməyə. Mən qeyd elədim ki, yazı bizə aidiyyatı yoxdur. Yazı bizdə istinaddan gedir. Hətta həmin bloglar da yerləşdirilibdir. Yəni, buyurub ondan bağlı. O da qeyd elədi ki, elə bir sayt yoxdur. Dedim, bu bizim tək saytda deyil. Bu ölkənin bütün xəbər portallarında yayılmış bir şəkillərdir ki, bunun tək bizim ilahımız yox. Xanım, üzrəyirəm, reporter uyğun rəhbəri kimdir, xanım? Məmur Vaqifoğlu deyil. Xeyr, məndədir. Rəhbərsizsiz, baş redaktor. Bəli, məndədir, bəli. Aydındır, oldu, çox sağ olun. Sağ olun. Alo. Alo, bəli. Arifə xanım, salam. Rüfət Əhmədzadədən narahat eləyən Legiondan az əvvəl mən sizə zəng eləmişdim ha. Eşidirsiniz məni? Kim zəng vurmuşdu? Rüfət Əhmədzadə, Legion informasiya agentliyindən. Bildim. Arifə xanım, siz dediniz ki, baş redaktorsunuz da, saytın rəhbərisiniz, eləmi? Siz mənə elə dediniz də. İlqar müəllim sizlə danışanda amma siz ona demişdiniz ki, onun dediyinə görə, siz ona demişdiniz ki, mən bu saytın sadəcə adminiyəm, heç bir rəhbəri deyiləm. Yəni, prosta admin paneldən xoşum gəlir, xəbər yükür. Bəli, mən demişdim. Çünki, yox, o birinci elə məndən elə danışmadı. Birinci mənə zəng vurdu, onun bütün danışıqları qeyd alındı, belə dedi. Dedim ki, sizə nə lazımdır? Sizin saytda mən məqalə yerləşdirmək istəyirəm. Mən dedim ki, buyurun, mən sizə e-mail atarım, məqaləni atın, mən yerləşdirərəm. Sonra dedi ki, sizə mənim rəhbərlik lazımdır. Deyirəm, sizə nə lazımdır? Siz fikrinizi aydın deyin də. Yox, mən məhkəmə, hüquqşünaslar birliyindən zəng vurmuşam. Deyirəm ki, yaxşı, nə lazımdır? Bir mənbə deyin də, söz deyin ki, sizə nə lazımdır? Siz zəng vurmuşsunuz mənə, düzdür deyirsiniz ki, sizə nəyə görə zəng vurmuşsunuz? Mən belə başa düşdüm ki, sizə nəsə maraqlıdır, bilmirəm adamı. Mən sizə həmkar kimi, bildim. Mən həmkar kimi, məsələn, sizəndə belə danışıram, xoş danışıram. Mən, çünki hər biriniz mənə əzizsiniz. Başladı belə danışır. Mənə, məsələn, zəng vurub məqsədli demir ki, məsələn, görür ki, xanımam da, xanım, orta zəng gedir. Səs yazılanı. Məsələn, demir ki, o sizdən saytı rəhbərini sordu. Yox, siz orqansalsınız ki. Bəli. Yox, siz başa düşmə, mən sizə niyə təqdim edirəm? Mən lazım gəlsə, hüquq mühafizə orqanlarına təqdim edəcəm bu yazını. Əgər mənə təkrarən oradan zəng gələrsə, mən başqa həyatımla bağlı, mən öz Facebookumda da paylaşmışam. O təqdim edir bizə səs yazsını. Xeyr. Orada deyir ki, mən sizdən soruşur ki, mənə saytın rəhbəri lazımdır, rəhbərinə danışmaq. Müəllim, bir dəqiqə, mənə 3 dəfə zəng vurubdur, 3 dəfə. 3 dəfə də hərəsində başqa zəng. Yenə sizi yığdım, deyirəm müəllim nə lazımdır? Yox, mən yenə sizi yığmışam.
Bilmirsiniz, siz əlinizdə harayı yığmısınız. Eləməyin, başqa cür danışaq, başqa cür həll eləyək, mən başqa cür gətirdim. Deyirəm ki, siz mənə niyə təhdiddən danışırsınız? Siz deyin, mən gələrəm də, hara lazım olsa. Mən bu sözü də ona demişəm. Hara lazımdır, dedim, mən gələrəm. Yox, bizə saytın rəhbəri lazımdır. Mən dedim ki, mən də qaldım ona dedim ki, saytın rəhbəri yox, mən bilmirəm kimdir, ged axtar tap. O sözünün cavabında mən də ona elə dedim. Məhkəməyə verir, buyursun versin məhkəməyə. Niyə vermir? Niyə deyir? Xanım, üzr istəyirəm. Reportyor vergi ödəyir, yəni dövlət qeydiyyatından keçib, kiv olaraq, nəsə bir MMC olaraq, yəni nəsə fizik şəxs kimi, hüquqi şəxs kimi. Alo. Mən həmkarımdır. Yəni, yox, həmkar o hissələrini mən sizə deyim, açığını deyim də, buradan çıxar ki, o hissələrini mən sizə heç bir açıqlama vermək məcburiyyətində deyiləm. Yox, məcburiyyətdə deyilsiniz. Məcburiyyətdə deyiləm. Ona görə də Qüdrət müəllimin özünü vəkili kimi təqdim edən şəxs açıqdır, məhkəməyə getsin, müraciət eləsin. Hər halda birinci o zəng vurmuş xanımla danışdı. Xanımla danışanda birinci eskadan danışmalıydı. Birinci hər halda mən başqa kişi həmkarı, kişi jurnalistlərdən fərqli olaraq mən xanım idim. Gələk başqa bir mənlə danışardı. Təhqir edir sizi. Bəli, deyir ki, eləmək məhsidi başqa gəlişdirir. Bu nə deməkdir? Başa düşmədim. Nə deməkdir bu? Necə gətirə bilər məni? Necə gətirə bilər? Onu sübut eləsin ki, məni necə apartıra bilər? Mən dedim, siz əziyyət çəkmin, siz